Verilişin baş sponsoru Milana Hospital. Verilişin baş sponsoru Naxçıvan ət və ət məhsulları. Milana Hospital, müasir tibbi nailiyyətlərini özündə birləşdirən 7 mərtəbəli elə qədəm qoyulan ilk andan gigiyenik təmizliyin hökm sürdüyü tibb müəssisəsi, dəqiq analizlərin aparıldığı laboratoriya, yüksək ixtisaslı oftalmoloq, kardioloq həkimlər, müasir avadanlığa malik tomografiya, rentgen, ultrases müayinəsi kabinetləri, bütün əməliyyatların aparılmasına imkan verən cərrahiyyə, modern avadanlıqları olan reanimasiya, xəstələrin rahatlığına təminat verən palatalarla təchiz olunan Milana Hospitalda sizin müayinə və müalicəniz ən yüksək səviyyədə aparılacaq. Ünvan Bakı, Nərimanov rayonu, Rəcəbli 1-21. Milana Hospital. Very good. Telefon 012 409 90 91. Milana Hospital. Sağlamlığınız etibarlı əllərdədir. Qədim Naxçıvanın milli mətbəxi, dadından doymaq olmayan Naxçıvan qovurması, xüsusi özəlliklə və əsrlərə söykənən reseptlə 1001 dad tam əlavə olunaraq hazırlanan Naxçıvan ət və ət məhsulları istehsalat müəssisəsinin qovurmaları süfrələrinizin ən sevimli xörəyinə çevriləcək. Qədim ənənə, nənələrin sirri mətbəx resepti və doğma dad artıq süfrələrinizdə. Müasir məkan, Naxçıvan ət və ət məhsulları, doğma dad, siz də dadın. Bu ailə bir ayağa qalxana qədər, özünü tam təmin edənə qədər, sizin ümid yeri, ümid versin bizə. Bizim qapımız hər gün, gecə və gündüz saatlarında bizə ehtiyacı olan insanların, uşaqların üzünü açır. Hanımlar ve cenablar, Tok Show'nun aparıcısı Nurane Güler. Akşamınız xeyir olsun. Axşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları, xoş gördük. Hər birinizi bugün bilirsiniz ki, ölkəmizdə möhtəşəm bir idman yarışına start verilir. Azərbaycan yenidən öz qoynunu açdı və çoxlu sayda ölkəmizə bugün gələn turistlər var, idmançılar var, məşqçilər var. Həm öz idmançılarımıza, həm də ölkəmizə digər ölkələrdən axın edən bax, həmin bu idmançıların hər birinə xeyir, uğur arzu edirik. İnşallah bu yarışlarda qızıl medallarla hər kəs ölkəsinə dönər. Azərbaycan idmançıları da onlarla bərabər. Təbrik edirik hər birini bəri başdan. Və bugün əziz tamaşaçılarımız bilirsiniz ki, mən dünən də sizin diqqətinizə çatdırmışdım ki, VIP Milana Hospitalın dəyərli həkimləri studiyamızın yenidən qonaqları olacaq. Mən buradan bütün klinikanın həkimlərini bir daha salamlayıram. Xuraman xanım, bilirəm ki, hal-hazırda bizi izləyirsiniz. Mən sizi də salamlayıram burada. Xoş gördük və keçid alaq həkimlərimizə. Paşa doktor, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Paşa doktor, belə deyim də, o etdiyi insanlar üçün etdiyi yaxşılıqlarla bilirsiniz, hər həkim insanların könlünü oxşaya bilmir, ruhunu ələ ala bilmir. Paşa doktor o insanlardandır, o həkimlərdəndir ki, artıq ona baxıb çox insanlar şəfa ocağım o insandır deyirlər. Bugün mən Ruslan doktoru da salamlamaq istəyirəm. Ruslan doktor, xoş gəlmişsiniz. Ruslan doktor hər zaman proqramımıza gələndə çoxlu sayda bizim suallarımız olur. İstər sonsuzluqla bağlı olsun, həm qadın, həm kişi sonsuzluğu ilə bağlı, istərsə də belə deyim də, onun bizə söylədiyi bir çox açıqlamalar var ki, məhz buradan mesaj olaraq ötürür gənclərimizə. Facebook ünvanımıza yenidən suallarınızı ünvanlaya bilərsiniz, əziz tamaşaçılarımız. Vəfa xanım, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun, xoş gördük sizi. Vəfa xanımın da bütün suallarını Facebook'dan ünvanlaya bilərsiniz. Vüsalə xanım, sizi də xoş gördük. Çox sağ olun, təşəkkür. Hər birinizin axşamı xeyir olsun. Mən Rəşad bəyi xüsusi olaraq qeyd etmək istəyirəm. Rəşad bəy də bilirsiniz ki,
şəhərimizdə yeni bir mağaza açılıb. Mağaza deməzdim mən enişteyinə. Böyük bir univermaqdır. Məktəb və ofis ləvazimatlarının həm pərakəndə, həm də topdan satışı ilə məşğul olan bir ünvandır. Rəşad bəy bugün enişteyinin nümayəndəsi olaraq verilişimizə çıxış edir. Xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Belə, kimdən başlayaq? Vaxt itirmədən. Hə? Doktor. Aha, buyurun zəhmət olmasa onda. Buyurun. Axşamınız xeyir olsun. Bütün tamaşaçıları salamlayıram. Milano Hospitalı bütün kollektivini başda Xurama xanım olmaqla hamını salamlayırıq. Biz hər həftə müxtəlif mövzularda sözsüz ki danışmışıq, amma bu həftə istəyərdim ki, bu həftə daha çox müraciət edən xəstələrə aid olan mövzulara da çox canlandıraq. Qadınlarda və kişilərdə silik saxlaya bilməmək. Daha çox bu həftə ərzində doktorlara gedirlər ki, daha çox xəstələr bu yöndə daha çox gəlir urolojiya. Belə deyək, qadınlarda silik saxlaya bilməmək və yaxud da qadınlarda belə deyək, siliyə gedə bilməmək arasında müxtəlif bir təzadlar var həmişə. Silik saxlaya bilməmək hardan başlayır? Bəzi insanlar tez-tez siliyə getməyi silik saxlaya bilməmək kimi düşünür, anlayır. Amma silik saxlaya bilmək təmiz başqa bir mövzudur. Və yaxud da bəzi insanlar enurezi özünü silik saxlaya bilməmək kimi düşünür. Belə deyək, silik saxlaya bilməmək qadınlarda ən çox orta yaşlı və yaşlı qadınlara daha çox rast gəlinir. Ki, bu ən çox 35-40 yaşından sonra ortaya çıxır və formalaşmağa başlayır qadınlarda. Bu ən çox oturaq həyat tərzi ilə məşğul olan xanımlarda, ən çox müəllimələrə daha çox bu üstünlüyü təşkil edir. Və yaxud da daha çox doğuş edən qadınlara daha çox üstünlüyü təşkil edir ki, bu qadınlar belə deyək də az qıranda, öz görəndə, bəkdən güləndə və yaxud da hər hansı bir pilləkən çıxanda və yaxud da hər hansı bir qarın daxili təzyiq artanda özündən asılı olmayaraq silik ifrazı baş verən xanımlarda. Bu da bunları narahat edir. Sözsüz ki, hələ ki bu anamız, bacımız namaz qılandırsa, vəbşi belə deyək də ümumiyyətlə daha çox narahatçılıq olur ki, bu da həmən insanlara daha çox əziyyət verir. Ki bu, belə deyək, bu silik saxlaya bilməmək, belə deyək, həmişə bir problem olub. Bir çoxları bunu əməliyyatla ortadan qaldırıb, amma əməliyyatdan sonra yenədən əmələ gəlmə ehtimalı var ki, biz bunu dəyərləndiririk və bizim xüsusi aparatımız var ki, burada silik saxlaya bilməmənin səbəbini tapırıq. Nə səbəbdən silik saxlaya bilmir? Burada silik hissəsinin sallanması var və yaxud da silik hissəsinin öz divarının olan əzələ tonusundan aşağı düşməsindən ortaya çıxır. Bunun səbəbi araşdırdıqdan sonra isə bizdə xüsusi aparatlar var ki, bu aparatlar vasitəsilə o boşalmış əzələri bərpa edirik və o bir dəfəlik aradan qaldırılır. Bəli. Bundan başqa yenə deyirəm, həmən xəstələr 15-20 gün ərzində tam olaraq bu problemləri aradan qaldırmış olurlar. Bundan başqa cavan qızlarda siliklə bağlı daha çox müşahidə olunur. Tez-tez siliyə getmə bu aylarda. Buna biz sistit deyirik, silik hissəsinin iltihabı. Yanlış bir şey var ki, belə deyik, sözsüz ki, sistit silik hissəsinin iltihabı deməkdir. Və belə deyik, təkcə bu iltihabın qaynaqlanmır. Sözsüz ki, bu sinir sisteminə çox bağlıdır, çox belə deyək, əlaqəlidir. Çünki dəfələrlə görürsünüz ki, qızlar, qadınlar bu yaşda sistə düşəndə çoxlu antibiotiklər istifadə edirlər, belə deyək də, antibiotiklər daha buna kömək eləmir, açıq deyək belə. Yəni, bir anlıq, bir həftəlik kəsirsə, ikinci həftə təzə yenə başlamaq başlayır. Və yaxud da həmən xanım bir stres keçirərsə, və yaxud da acı bir yemək yeyərsə, və yaxud da uzaq bir yol gedərsə, bir həyəcanlı xəbər gözləyirsə, təzədən bu yenə başlayır, ortaya çıxmağa başlayır. Sözsüz ki, ona görə də bunu düzgün araşdırmaq lazım ki, konkret səbəbi haradan qaynaqlanır və necə müalicə etmək lazımdır. Ona görə də buna görə də bizdə xüsusi aparatlar var ki, bugün Milano Hospitalda bu aparatlarla təchiz olunub ki, sırf bu xəstəliklər bir dəfəlik aradan qaldırır ki, həmən xanımlarda bir daha bu sisit problemi yaşamırlar. Onu ortadan götürürük. Gəldik kişilərə, kişilərdə silik saxlaya bilməmək ən çox orta yaşlı insanlara daha çox müşahidə olunur bunlar. Bunlar ən çox belə deyək, prostatla bağlı xəstələrdə və prostat əməliyyatı olmuş xəstələrdə daha çox müşahidə olunur. Ki, xəstə görürsünüz ki, ən çox da yaşlı insanlar 60 yaşdan sonra prostat əməliyyatı keçmiş xəstələrdə daha çox müşahidə olunur. Biz həmən xəstələrdə yenə deyirik, vəqtdən asqıranda, öskürəndə və yaxud da yol yeriyəndə və yaxud da silik gələndə belə çatdıra bilmirlər. Bunlar da və yaxud da gecə yatanda silik gəlir, durub çatıra bilmirlər özlərini ki, o da belə qeyri-iradidir, iradi olaraq saxlaya bilmədik üçün həmən silik ilə bağlı problemlər yaşayırıq. Bir də prostat xəstəliklərdə tez-tez siliyə gedən insanlar ki var, bunlar da özlərinə silik çatdıra bilmədikləri üçün bu problemləri yaşamış olurlar. Yəni, ümumiyyətlə, silik hissəsindən bağlı problemlər və yaxud uretra ilə bağlı problemlər, börəklə bağlı problemlər bu aylarda daha çox aktivləşməyə başlayır ki, soyuqların yavaş düşməsindən bağlı olaraq bu insanlara bu problemi yaşayırlar, tez-tez siliyə getmələr yaşayırlar. Ona görə də bütün bunların səbəbi bugün var sözsüz ki, yəni tək antibiotik eləyib bunların belə deyək, daha da xronikləşdirməyin.
Əgər bu vaxtlarsa vaxtından ortadan qaldırmaq lazımdır ki, gələcəkdə bu sorunlar yaşanmasın və bir daha ortaya çıxmasın. Teşekkür edirəm geniş məlumatınıza görə. Ruslan doktora suallarınız varsa Facebook ünvanımıza ünvanlaya bilərsiniz. Vəfa xanım, sizinlə davam edəkmi? Öd daşı xəstəlikləri haqqında istəyərdim tamaşaçılarımıza məlumat verəsiniz. Efir vasitəsilə bütün xalqımızı salamlayıram. İslam oyunları münasibətlə təbrik edirəm. Gün o gün olsun, idmançılarımız yaxşı yerlər tutsunlar, mükafatlar, qızıl medallar qazandırsınlar. Bəli. Bugün danışmaq istəyərdim öd daşı xəstəliyindən. Öd daşı xəstəliyi öd kisəsi xəstəlikləri içərisində ən çox rast gəlinən bir xəstəlikdir. Deməli, öd daşı xəstəliyi əsasən daşın öd kisəsində, qaraciyərdən çıxan öd yollarında və ümumi öd axarlarında əmələ gəlməsilə xarakterize olunan bir problemdir. Ümumiyyətlə, daş dedikdə nə nəzərdə tutulur? Daş xüsusi bir törəmədir öd kisəsinin daxilində. Onun ölçüsü bir neçə millimetrdən 1 santimetrə qədər ölçüdə ola bilirlər. Daşların ağırlığı ola bilər ki, 30 qrama qədər çatsın, yəni bu ağırlıqda da ola bilərlər və ümumiyyətlə daşlar bir ədəddən tutmuş bir neçə ədədə qədər ola bilərlər. Tərkibinə görə ödün daxilində olan daşlar bir neçə qrupa bölünürlər. Var xolesterin tərkibli daşları, kalsium daşları, bir də öd daşları. Daşların əmələ gəlməsi, əsasən öd daşların əmələ gəlməsinin əsas səbəblərindən biri öddə yaranan durğunluqdur və bu durğunluq nəticəsində orada olan öd hissəcikləri deməli birləşərək xüsusi törəmə daşın əmələ gətirirlər. Lakin müəyyən edilmişdir ki, daşın əmələ gəlməsində xüsusi risk faktorlar vardır ki, onların daşın əmələ gəlmə ehtimalını yüksəldilər. Bu risk faktorların bir saymaq istəyərdim. İnsanlar başa düşsünlər ki, yəni bu faktorlardan biraz uzaq olsunlar ki, onların öd hissəsində daşlar əmələ gəlməsin. Birinci əsas risk faktoru hesab olunur qadın cinsinə mənsub olma. Müəyyən edilmişdir ki, qadınlarda öd daşı xəstəliyinə tutulma ehtimalı kişilərə nisbətən daha üstün faiz təşkil edir. Çünki qadınlarda cinsi hormonlarla əlaqədar olaraq bu problem daha çox yaranır. Yəni qanda deməli yeniyetmə yaşını keçmiş qadınlarda əsasən yaş biraz irəlilədikcə o qadınlarda estrogenlərin, progesteronun səviyyəsi qanda yüksəlir ki, bu da deməli daşın əmələ gəlmə ehtimalı müəyyən dərəcədə yüksəlir. İkinci artıq çəkidir. Yəni artıq çəki olan insanlar da həm öddə durğunluq yaranır, həm də orada xolesterinin səviyyəsi qanda çoxaldığına görə xolesterin daşlarının əmələ gəlmə ehtimalı yüksəlir. Burada bir problem də ortaya çıxır. Məsələn, həm artıq çəki daşın əmələ gəlməsinə səbəb olur, həm də sürətlə arıqlama daşın əmələ gəlməsinə gətirib çıxara bilər. Belə bir fikir irəli sürülür ki, necə ola bilər həm artıq çəki, həm sürətlə arıqlama əmələ gətirir daşın əmələ gəlməsinin. Bəzi insanlar deməli çox nizamsız pəhriz rejimlərindən istifadə edirlər, arıqlama dərmanları atırlar və sürətlə arıqlayırlar. Sürətlə arıqlama zamanı həmin orqanizmi həmin prosesə tam uyğunlaşa bilmir. Yəni orqanizmdə ifraz olunan fermentlərin, məsələn, ödün miqdarı demək olar ki, hələ tam bədən uyğunlaşıb azalda bilmədiyi bir səviyyədə olur və bu da daşların əmələ gəlmə riskini yüksək dərəcədə artırır. Sonra şəkərli diabet xəstəliyi daşın əmələ gəlmə riskini artırır. Şəkərli diabeti olan insanlarda öddə deməli daima durğunluq yaranır və bu da daşların əmələ gəlməsini deməli artırır. Bundan başqa deməli pəhrizlə qidalanmayan, daha çox yağlı, xolesterinlə zəngin qida ilə qidalanan insanlarda daşın əmələ gəlmə ehtimalı yüksəkdir. Ümumiyyətlə qeyd etmək istərdim ki, insanlar bəzən o daşın orqanizmdə olmasından xəbərdar olmurlar. Yəni, elə daşlar olur ki, onlar insanlarda heç bir əlamət vermirlər və təsadüfi müayinələr nəticəsində biz onları aşkara çıxara bilirik. Məsələn, rentgen müayinəsi, ultrasəs müayinəsi zamanı aşkar oldu ki, belə insanlarda daş vardır. Yəni, bu daşları lal daşlar adlanır. Bəzən heç bir fəsad vermədən uzun müddət, bəlkə ömrünün axırına qədər o insanın orqanizmində deməli, o daş qalır, öd kisəsində heç bir fəsad vermir insana. Lakin həddindən artıq çox yağlı qidalar yedikdə, çox qida qəbul etdikdə bədəni bəzən sirkələyir və bu daşların tərpənmə ehtimalı yüksək olur. Və bu daşlar tərpəndikdə, öd kisəsindən o axarlara düşdükdə artıq demək olar ki, sancılar, sağ qaburğaltına aid ağrılar, sancılar davam edir və bəzən olur ki, bunlar öd axarlarından 12 barmaq bağırsağa keçir və nəcis fasilə xarici olur. Lakin həmişə bu xoşbəxtçilik olmur, yəni çox vaxt onlar axarlarda qalır və xəstə əməliyyata düşməli olur.
Bir də demək istərdim ki, öd daşı xəstəliyində hansı əlamətlər müşahidə olunur? Yəni xəstədə hansı əlamətlər müşahidə olunur? Xanım, olar bu əlamətlər haqqında reklamlardan sonra danışaq. Reklamların zamanıdır, mənim əzizlərim, davam edəcəyik. Reklamlardan sonra tok-şovumuz davam edecek. Elə ki, Naxçıvanın milli mətbəxinin ləziz təamlarından hazırlamaq istədiniz, yanınızda müasir məkan, Naxçıvan ət və ət məhsullarının konservlərindən olsa kifayətdir. Əziz xanımlar, siz bircə dəfə bişirin, bütün ailə sizdən razı qalacaq. Çünki ləzzətindən doymaq olmur. Naxçıvanın adı, qovurmanın dadı. Hələ müasir məkanın manqal üstü sosislərini demirik. Ətrindən belə doydurur adamı. Elə ki, manqala sosisləri düzdün. Dost, tanış, qonum, qonşu başınıza yığılacaq. Sonra çək Naxçıvan lavaşının arasına nuş elə. Doğma dadın tamı damaqlardan getməsin. Müasir məkanın ləzzəti bitməsin. Doğma dad, siz də dadın. Davam edirik, əziz tamaşaçılarımız. Müasir məkanın adı gəldisə, o damaqlara bir dad da tam da gəlir. Buradan Naxçıvana salamlarımızı yetiririk. Və mənim əzizlərim, əgər siz də müasir məkan, Naxçıvanın ət və ət məhsullarından, o dadlı, ləzzətli Naxçıvan qavurmaları ki var, bax ondan, ət konservlərindən, istər sosislər olsun, istər kalbasalar olsun, bütün bunlardan sifariş vermək istəyirsinizsə, Ulduz 1947 24 saat sizin xidmətinizdədir. Təşəkkürümü bildirirəm müasir məkana, bütün əməkdaşlarına, orada çalışan, o müəssisədə çalışan bütün əməkdaşlara. Və mənim əzizlərim, Şərur İnşaatın yeni tikiləcək binaları haqqında yenə sizə məlumat vermək istəyirəm. Şərur İnşaat bilirsiniz ki, Azərbaycanımızın müxtəlif yerlərində möhtəşəm binalara, belə deyim də, imza atıb. Möhtəşəm harda bir bina görürük, deyirik, hə, bu Şərur İnşaatın binalarıdır. Bax, bu binalardan Sumqayıtda bilirsiniz ki, yeni bir bulvar salınıb. Çox gözəl də bir yerdir, birbaşa dənizə mənzərədir. Burada binalar ucalacaq. Bax, bu binalardan siz də əgər mənzil almaq istəyirsinizsə, günü bugün sifarişlərinizi verin. Çünki binaların hələ ki təməl atma mərasimi keçirilməyib. Kim ilk olaraq bu binalardan sifariş verəcəksə, özü təməl atma mərasimində iştirak edəcək. Təsəvvür edin ki, siz özünüz gələcək evinizin təməli necə atılırsa, bax onu öz gözlərinizlə görəcəksiniz. Gəlin, video çarxı izləyək. Sumqayıt şəhərində yeni salınmış bulvarın ərazisində yerləşən Marina Residence gələcəyini təmin etmək istəyənlər üçündür. Binaların giriş qapısında, hətta siz evdə olmasanız belə qonaqlarınızı gülərüz personal qarşılayacaq. Marina Residence bütünlüklə 24 saat güvənlik kameralarından izlənilməkdədir. Sağlam həyat tərzi üçün dəniz mənzərəli görünüşlü fitness və spa mərkəzləri sizə xidmət göstərəcək. Fərqli mənzil tiplərində komfort və estetika sizin yaşam tərziniz üçün planlaşdırılıb. Özel qonaqlarınızı qarşılayacağınız panoram görünüşlü məkanlar, uşaqlarınız üçün xüsusi nəzərdə tutulmuş uşaq bağçası, rəngarəng əyləncə meydançaları ilə Marina Residence modern bir həyat üçün ehtiyacınız olan hər şeyi özündə cəmləyir. Marina Residence'in dənizə sıfır məsafədə olması sizin bulvar və çimərlikdə rahat istirahətinizi təmin edəcək. Marina Residence, xoşbəxt həyatın yeni ünvanı. Və mənim əzizlərim, sizə nədən danışaq? Naxçıvanımızın culpasının təbii sərvətindən. Azərbaycanımızın təbii sərvətidir, Darıdağ suları. Əsl müalicəvi sulardır və həkimimiz də buradadırsa rica edəcəm. Doktor, bu Darıdağ sularının tərkibi selenyumla da zəngindir. Təbii ki, bütün təbii mineral sular üçün burada da selen zənginlik var. Burada ümumiyyətlə mədə-bağırsaq sistemi ilə əlaqədar olaraq bir çox xəstəliklər də həqiqətən də bu şəfalı sudan böyük bir şəfa alırlar.
Çünkü bunun terkibine katılan kesin defede demiştim. O karbon gazı deməli təbii karbon elə cufanın özündə çıxır və onlarla bunlar gazlandırırlar və eyni zamanda da burada gazın miqdarı dozası həddən artıq olmur. O səbəbdən də bunun əksdə bilirsiniz ki, gazlı sular mədəyə ziyan təsiri var hardasa. Amma bu bir tərəfdən təbii sular, təbii qaz olmağının səbəb. O bir tərəfdən də həddən artıq qazlanmadığında da o ziyan minimuma yendirilmiş vəziyyətdədir burada. Əla, ona görə hər kəsə müalicəvi darıdağ sularından içməyi məsləhət görürük mənim əzizlərim. Biraz öncə sizin diqqətinizə çatdırdım ki, bizim qonağımız Rəşad bəy Enişteyn Ofis və Məktəb Ləvazimatları mağazasının nümayəndəsidir. Mən indi istəyərdim ki, o özü də mağaza haqqında bir geniş məlumat versin. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Mən çıxışımı ilk öncə ümummilli liderimiz möhtərəm cənab Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm. O deyirdi ki, təhsil millətin gələcəyidir. Biz də Enişteyn kollektivi olaraq çalışırıq ki, bu işıqlı gələcəyə öz töhfəmizi verək, bu işıqlı yola nur saçanlardan olaq. Enişteyn firması qısa vaxt ərzində yaranmağına baxmayaraq çox sevindirici haldır ki, bütün müştərilərin etimadını doğrulda bilmişdir. Ora gələn hər bir kəs demək olar ki, tam razı qayıdır. Hər kəs üçün sərbəstlik var. Müştərilər, bütün bölmələr ayrı-ayrıdır. Demək olar ki, Avropa ölkələrinin və digər ölkələrin istehsalı olan mallardan 5000-dən artıq çeşid təqdim olunur bütün müştərilərimizə. Bizim bununla yanaşı həm də topdan satış xidmətimiz var. Bəli. Bu topdan satış xidmətində pulsuz çatdırılma var. Bəli. Yaxın günlərdə inşallah Sədərək Bazarı Ticarət Mərkəzində bizim yeni bir böyük mağazamız istifadəyə veriləcəkdir. İnşallah. Xeyirli olsun. Çox sağ olun, təşəkkür edirik. Bizim ümumiyyətlə başqa bir xüsusiyyətimiz də vardır ki, məsələn, bu işsizlik məsələsi ilə əlaqədar olaraq baxırsınız ki, müəyyən yerlərə işçi tələb olunur, ancaq altında yazılırlar ki, müəyyən qədər iş stajı olmalıdır, iş təcrübəsi olmalıdır. Ancaq biz bunu ortadan götürmüşük. Bizdə bu cürdür ki, demək olar ki... Sizin satıcılar hamısı gənclərdir, mən fikir verdim mağazada. Gənc oğlanlar, qızlar. Gənc oğlanlar, gənc qızlardır. Hamısında biz özümüz onlardan heç bir təcrübə tələb olunmadan nə gözəl. Bir yüngülvari, elementar sual-cavab eləməklə işə götürmüşük və onları tam orada mütəxəssis kimi yetişdiririk. Onlar gələcəkdə inşallah olsun ki, yəqin bu sahədə sayılıb seçilən mütəxəssislərdən biri olacaqlar. Mən inanıram ki, o gənclər gələcəkdə şəhərimizdə yox, bütün respublikamızda Enişteyn mağazasının filiallarını açarlar və o mağazaların sahibləri olarlar. Bəli. Və bununla yanaşı bir də dövlətin sahibkarlara göstərdiyi qayğı nəticəsində inşallah bu yaxın müddətdə, yaxın zamanlarda yerli istehsallara başlayacağıq və bu yerli istehsal... Məktəb və ofis ləvazimatları, çox gözəl. Məktəb ofis ləvazimatlarının istehsalına başlanacaqdır və bu həm bir işsizliyin aradan qaldırılmasına səbəb olacaqdır, həm də ki, yerli məhsullarla, daha keyfiyyətli məhsullarla övladlarımızı sevindirə biləcəyik. Çox gözəl, çox gözəl. O günü gözləyirik. İnşallah gəlib, bax, o xəbərləri də bizim efirdən verərsiniz. Bəli, həkimlərimiz də buradadır. Həkimlərimizə bir daha təşəkkür edirik. İnşallah həkimlərimizi də ora dəvət eləyərik. Malların keyfiyyətinə özləri də gözləri ilə görüb təsdiqləyərlər. Siz bir açıq qapı günü təşkil eləyin. Mən buradan üzümü tuturam Enişteyn mağazasının rəhbərliyinə. Açıq qapı günü təşkil eləyirsiniz. Mən də bütün həkimlərimizi qonaq olaraq dəvət edirəm ora, mağazaya. Olarmı? Böyük məmnuniyyətlə. Əslində Enişteyn mağazası bir aksiya həyata keçirdəcək. Abituriyentlərin nəzərinə çatdırıram ki, kim 600 baldan yuxarı bal toplayacaqsa qəbul imtahanlarında o tələbələrdən Enişteyn mağazasına dəvət olunacaq və onlara xüsusi bir hədiyyələr veriləcək. Təşəkkür edirəm, təşəkkürümü bildirirəm.
Belə, davam edirik. Doktor, sizinlə davam edək mi? Məmnuniyyətlə. Buyurun. Demək, bugün verilişə gələrkən biz xəstəlik haqqında danışmaq istədiyimiz hansı temanı götürək dediyimiz zaman qaraciyər yağlanmasından mı danışaq, yaxud mədə-altı vəz funksiyasının çatışmazlığından, ya mədə-bağırsaq sistemindəki olan yağlanmaların... Hamısı aktualdır. Danışaq dediyimiz zaman bütün bunların toplumda şəkərli diabet xəstələri olan insanlarda bunların hamısı demək olar ki rast gəlinir. Bəli. Şəkərli diabet xəstələri böyük əksər hallarda vücuddakı insulin direncinin yüksək olması səbəbindən insulinin artıq olmasının səbəbindən qaraciyərin yağlanması, mədə-bağırsaq sistemində, mədə yiyəcəklərində yağların toparlanması, mədənin özündə, mədə altının özündə lipomatoz deyilən dağcıq dediyimiz kimi belə bir şeylərin olması baş verir. Bəli. Amma şəkərli diabet xəstəliyinin özündən danışmaq məsələsinə gəldiyi zaman isə bu çox ağır bir məsələdir. Həqiqətən də bugün dünyada, yer üzündə şəkərli diabet xəstəliyi bir çox xəstəliklər kimi həqiqətən də geniş bir vüsat almaq üzrədir. 400 milyondan yuxarı şəkər xəstəsi qeydiyyata alınmış. Yəni, yalnız qeydiyyatda olan şəkərli diabet xəstələrindən danışırıq. Bu insanların kağıtları var, bu insanların nazirləri var, bu insanların milyarderləri var ki, bunların arasında. Hər biri eyni əzabdan əziyyət çəkirlər, eyni problemlərdən əziyyət çəkirlər, əzab çəkirlər. Yəni, ayaqlarda keyləşmə, vücuddakı ödəmləşmə, əsəbilik, bir çox durumlar şəkərli diabet xəstələri olan insanlara tanış ifadələrdir. Bunlardan danışmaq və elə bir temadan, yəni şəkərli diabet deyilən bir xəstəlik teması, elə bir temadır ki, bu xəstəliklə əlaqədar olaraq insanların hansı xəstəxana olursa olsun, hansı ölkə olursa olsun, aparılan müalicələrin, aparılan taktikaların sadəcə sanki bir-birlərini təkrar eləməsi, aldığı dərmanların çeşidlərinin eyni mənbəyə, eyni təsirə malik olması, onların aldığı nəticələri də bir-birinə bənzədir. Yəni, heç bir yaxşı bir nəticə alma imkanı olmur. Yəni, baxırsınız, insan var 5 ildir, insan var 15 ildir, insan var 25 ildir şəkərli diabet xəstəliyinə əziyyət çəkir. Amma hər keçən il bir əvvəlki ilə nisbətən daha ağır olur. Hər keçən il daha da ağırlaşır. Müalicəyə baxmayaraq. Xəstəliyin xəstəliyə tabiçiliyi, tabi olma dərəcəsi aşağı düşür və bunun nəticəsindədir ki, bəzən insanlar deyirlər ki, məsələn, 5 il bundan qabaqçı, məsələn, filan tabletkanı, məsələn, ad çəkmək istəmirəm, şəkərə görə aldığımız tabletka əvvəllər kömək edirdi, amma indi nədənsə artıq köməkləmir. Dərmanların keyfiyyəti aşağı düşüb deyirlər. Burada hardasa bir həqiqət payı olsa da çox sözüdür. Səbəb burada ondan ibarətdir ki, insanlarda artıq şəkərə qarşı, insulinə qarşı dirençlik ildən ilə yüksəldiyinə görə 5 il əvvəlki dozalar və ya 5 il əvvəlki tabletlər artıq bu illəri o insanlara kömək etməməyə başlayır. Bunun səbəbindəndir ki, tabletkaların dozaları yüksəyə qalxır. Tabletkalar daha güclü tabletkalarla əvəz edilir. Sonuçta insulinlə əvəz olunur. İnsulin iğnələrinin özləri də dozaları yüksələ getməkdədir. Yəni, belə ki, 5 vahid, 15 vahid, 20 vahid, hətta 100 vahid hər gün 4 dəfə, 5 dəfə insulin alan insanlar var ki, insulinin ümumi dozası 100 vahidə çatmaq, yəni dərəcəsinə çatmış bir çox insanlar var ki, o insanlara da baxsan, şəkərin səviyyəsi 250, 200, 300, yəni bunun nəticəsində də insanların son ümid yolu olan insulindir ki, onun da təsirindən şəkərli diabet xəstələrində şəkər səviyyəsi aşağı düşmədiyi zaman baxsan ki, böyrəklər çatışmazlığı olur, qaraciyər yağlanması olur. Dediyim üçün Vəfa xanımın öddaşı xəstəlikləri artmağa başlayır. Necə deyim, şəkər diabet xəstəliyi özü azmış kimi bir tərəfdən də öddaşı xəstəliyi. Burada nə deyirlər bizim Naxçıvanda? Deyirlər, ər döymüş arvadı itdə qapdı bir yandan. Yəni, bu gətir çıxarır ona və bunun bizim şəkərli diabet xəstələrində aldığımız sonuçlar
İnşallah biraz sonraki vaxtlarda dediyizə ona daha da giriş edəcəyəm mən. Amma bizim nətər olur və necə olur ki, dünyanın adlı sanlı klinikalarında alınabilmeyen sonuçlar, yani bizdə şekerin seviyesi getdikcə aşağı düşür, alınan insülin dozası aşağıya düşür. Bunun alınma sebebi nətər olur? Tabii ki biz burada sadece tabletkaların sayesinde değil ki, klinikamızda olan çok nadir aparatlar var ki, onların sayesinde karaciğerin yağının aradan götürülmesi, azaldılması, öddaşı xəstəliyin müəyyən tipləri var Rəfiq xanım dediği kimi. Məsələn, bilirubin daşları var, kolesterin daşları var, kalsinat daşları var. Onların tiplərindən asıl olaraq hətta onların əriməsinə biz nail ola bilirik. Nəyin sayəsində? Vəfa xanımın şəxsən özünün rəhbərliyi elədiyi o aparatura şöbəsində otağı var ki, indi inşallah az sonra Vəfa xanım şəxsən mənim xəstələrimdə verdiyi çox təşəkkür edirəm ona ki, çünki bir şəkərli diabet xəstəliyinin ya bizim qarşı-qara gözü olduğumuzdan səbəb deyil, yanaşma tərzimizdən dolayı o səbəbləri, o cür tipli şəkərləri, ağır tipli şəkərləri biz aradan götürə bilirik və o insanlar nəinki insülin dozasını yüksəltmək sayəsində, halbuki bundan hiçbir şey nəticə ala bilmirlər. Mən dediyim kimi sizə, şəkər səviyyəsi yenmir. Biz həm şəkər səviyyəsini aşağı salırıq, həm də insülin dozasını azalda, hətta insülindən belə azad ediyimiz insanlar var ki, bu yöndə Vəfa xanım bir neçə xəstəmizi gördü, özü də çox valih oldum sizə dedi. Və mən istərdim ki, Vəfa xanım bizim bu xəstələrimizdə o tətbiq elədiyimiz aparatlardan icazə verdiği zaman sonra daha da dərindən danışsın ki, necə olur ki, bizim o aparatların köməyi olur bizim bu xəstələrimizə. Onu demək istərdim. Teşekkürümü bildirirəm. Bizim vaxtımız varmı? Mən istəyərdim ki, Vüsalə xanım bizə məlumat versin reklamlardan sonra. Reklamlardan sonra əziz tamaşaçılarımız Vüsalə xanımla rica edəcəyik, qurd xəstəliklərinin əlamətləri haqqında bizə məlumat verəcək. Reklamlardan sonra talk show'umuz devam edecek. Bugün insanlar arasında çox yayılmış xəstəliklərdən biri də qaraciyər öd xəstəliklərdir. Həmçinin helmintlər, mədə-bağırsaq xəstəlikləri, saç tökülməsi, bu kimi xəstəliklər bugün çox qlobal bir mövzudur. İnsanların ən çox şikayətləndiyi ağızda acılığın olması, quruluğun olması, üzlərində ləkələr olur, dəridə səpkilərin olması. Bu kimi hallarla həmin xəstəliklər özünü virüsə verə bilir. Ödün yuyulması prosedurasında həm lembliozların təmizlənməsi, bütün parazitlərin təmizlənməsi, həmçinin dəri səpkilərinin azalması, dəridə olan ləkələrin azalmasında öd yuyulma prosedurunun çox önəmli yeri var. Bu bəlzamlarda saç tökülməsi əleyhinədir, saç dibində olan qaşınmaları götürür, səpkini götürür, dəridə olan qızartıları götürür, kəpəyi götürür və yeni tüklər əmələ gətirir. Bu fitoçayla helmintlərin, qurtların, qaraciyərin ödün tam təmizlənməsində tam effektivdir və zərərsizdir. Ümumiyyətlə, orqanizmdə olan bütün toksik maddələrin təmizlənməsində təbii vasitələrin əvəz olunmaz yeri var. Hüquqları pozulan və hüquqlarını yenidən bərpa etmək istəyən vətəndaşlar, artıq sizin ümid ünvanınız var. Hüquq Müdafiə Bürosu. Bütün hüquqi problemlərinizi bu ünvanda həll edə bilərsiniz. Hüquqi müstəvidə yaranmış bütün ziddiyyətli problemləri Hüquq Müdafiə Bürosunun peşəkar vəkil və hüquqşünasları həll edə bilər. Sizin müraciətlər tam məxfi saxlanılacaq. Operativliyi qorumaq üçün ən qısa zamanda bütün sənədləriniz, hətta arxiv sənədləriniz belə toplanılacaq. Ən əsası sizin cibinizə uyğun olaraq Hüquq Müdafiə Bürosu xidmət haqqını minimum həddə çatdırıb. Siz problemlərinizin hüquqi həllini ən qısa zamanda vaxtınıza qənaət edərək tapacaqsınız. Düşdüyünüz çətin məsələlərdə, məsələn, mülki işlərdə, cinayət işlərində, inzibati məsələlərdə, həmçinin iqtisadi mübahisələrdə qanun çərçivəsində Hüquq Müdafiə Bürosunda bütün bu məsələlər həll olunacaq. Sizin hüquqi işlərinizi peşəkar vəkil və hüquqşünaslar həll edəcəklər. Əlaqə telefonları 050-285-21-10, şəhər nömrələrindən 012-480-41-72.
Oasis, şəhərimizin ən münasib istirahət və əyləncə mərkəzi, ləzzətli təamlar, yüksək xidmət, ən populyar müğənnilər, ifalar, musiqilər, rəqslər, hələ üstəlik şən klonlar, bir sözlə bütün ailə üzvlərinin xoş əhvalı və mənalı istirahət dəqiqələri. Oasis, sevgi qədər əziz. Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi. Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi. Yuxarı başa tez keçin oturun yeyin için. Yuxarı başa tez keçin oturun yeyin için. Tez düzün qədəhləri, tez düzün. Bu gün şah plovun açılışını elədik. Azərbaycanda olmayan, görünməyən plovlar yalnız şah plovdadır. Hər kəsi dəvət edirik. Gəlib bu gözəl plovlardan dadsınlar. Kim istəyir ki, geçen süper dadlı aşının dadına baxsın, gəlsin şah plova. Tələbələrin sıx olduğu bu məkanda Şahplov restoranı sizləri gözləyir. Uğurlar olsun. İçkini tərk etmişim, çöl zərərin dərk etmişim. İş axtarırsınız? Hələ də işsizsiz? Artıq bu çətin deyil. Çünki çıxış yolu var. Hər həftənin 3-cü günü saat 5-də Lider televiziyasına yaxınlaşın. Şəxsiyyət vəsiqənizi götürməyi unutmayın. Əlavə məlumat üçün Azercell və Nar abonentləri 6018, Baxtel abonentləri 686 qısa nömrəsinə zəng etsin. Bütün mobil abonentləri isə 3015 qısa nömrəsinə iş sözünü yazıb göndərsin. Bununla da işsizliyə son qoyun. Davam edirik mənim əzizlərim. Kimin saçında problem varsa diqqətiniz məndə olsun. Bəylər və xanımlar, çox adamlar kəpəkdən əziyyət çəkirlər. Çoxlu belə deyim, maskalar eləyirsiniz saçınıza, bahalı şampunlar alırsınız. Hər ay, hər həftə şampunları dəyişirsiniz, amma kəpək yenidən əmələ gəlir. Baxın, bunun bir əlacı var. Tərkibi 100% bitkilərdən hazırlanmış məlahət balzamları artıq sizin o kəpək probleminizə son verə bilər. Yetər ki, siz istifadə edin. Telefon nömrələrini də ekranlarımızda görürsünüz. 051 388 70 70. Ümumiyyətlə, saçlarınızla bağlı bir problem sizi narahat edirsə, məsələn, saçlarınız tökülür, vaxtından əvvəl tökülür, saçlarınızın dibində sızanaqlar əmələ gəlir, qaşınmalar var, qızartılar var. Bax, bununla bağlı ilk olaraq məlahət balzamlarından istifadə edirsiniz. Mütləq şəkildə sizə kömək olacaq. Yox, əgər yenidən nəsə bir problem olarsa, saçlarınızla bağlı dediyim kimi bu nömrə ilə əlaqə saxlayırsınız. 051 388 70 70 və bu saçla bağlı problemə bir dəfəlik yox deyirsiniz. Təşəkkürümü bildirirəm məlahət balzamlarla və burada Məlahət xanımı da salamlayıram. Belə mənim əzizlərim, davam edirik. Paşa doktor söylədi ki, klinikada, Milana hospitalda elə aparatlar var ki, həqiqətən də mən bu aparatları özüm gedib gözümlə görmüşəm. Bu aparatlardan istifadə etmək, belə deyim də, müalicə ilə eyni anda paralel olaraq bunların getməyi birbaşa bizim sağlığımıza kömək edən aparatlardır bunlar. Mən istəyirəm ki, Vəfa xanım o aparatlardan danışsın, amma biraz öncə Vəfa xanımla biz öd yolları haqqında danışırdıq, öd daşları haqqında və əlamətlərini söyləyəcəkdik. Gəlin belə edək. İlk olaraq Vəfa xanım o əlamətləri bizə söyləsin, diqqətlə biz qulaq asaq, sonra aparatlara qayıdarıq. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Bayaq öd daşı xəstəliyinin yaradıcı risk faktorlardan danışdım və bu risk faktorları içərisində yəni reklama görə yarımçıq qaldı fikrimiz. Orada yəni hamiləliyə qarşı işlədilən preparatlarda, sonra qanda xolesterinin səviyyəsinin yüksəlməsi kimi faktorlarda deməli öd daşı xəstəliyinin əmələ gəlmə riskini artırırlar. Öd daşı xəstəliyi bayaq dediyim kimi bəzən elə gedir ki, insanlar onu hiss etmirlər. Biz təsadüfi müayinə nəticəsində aşkara çıxarırıq. Belə daşlar lal daşı
daşlar adlanır. Lakin elə daşlar da vardır ki, onlar ödün daxilində əmələ gəldikdə özünü çox deməli klinik əlamətlərlə müşahidə edilir. Ən çox təsadüf edilən klinik əlamət deməli sağ qabırğaltı nahiyədə olan ağrılardır. Ağrılar əsasən sol körpücük nahiyəsinə, sol qola, sol körək nahiyəsinə irradiasiya edir. Bu ağrılardan başqa xəstələrdə ürək bulanma, köpmə, qusma, əgər daş yerini dəyişmişsə, xəstələrdə temperaturun yüksəlməsi, üşütmə, titrətmə kimi əlamətlər, bəzən qusma əlamətləri, həzm sisteminin pozulması, ağızda acılıq kimi əlamətlər müşahidə olunur. Bir şey qeyd etmək istərdim ki, insanlar bəzən uzun illər bilirlər ki, ödlərində, öd hissəsində daş vardır, lakin ona əhəmiyyət vermirlər. Deyir ki, mənə heç bir şey eləmir, ancaq biraz çox yeyəndə müəyyən problemlər yaşayıram. Lakin insanlar başa düşməlidir ki, o daşın hissədə qalmağı çox mənfi hallar törədir. Birinci, ilk növbədə o deməli, daşların orada qalması məədaltı vəzin funksiyasını pozur. Çünki məədaltı vəzin daxilində olan fermentlər vardır, enzimlər vardır ki, onlar məədaltı vəzin öz tərkibində qeyri-aktiv şəkildə olur, bağırsağa düşəndə aktivləşir. Lakin öd daşları olduqda onlar deməli məədaltı vəzə təzyiq edərək o enzimlər məədaltı vəzin öz daxilində aktivləşir və bu da pankreatit əlamətlərinin əmələ gəlməsinə gətirib çıxarır. Ona görə əgər kimsə öd daşından əziyyət çəkirsə, indi yəni çox müasir üsullar var. Yəni kəsik aparmadan da deməli lazer üsulu ilə yəni bu əməliyyat edilir. Yəni xəstə 2-3 saatdan sonra durub evə də gedə bilir. Yəni o problemlər hospitalımızın daxilində Qonaq saxlamırsınız həmən gecəni hospitalda. Bir gecədə qalmır. Yox, qalmaq istəyən qalır, qalmaq istəməsə yəni bu dərəcədə rahat bir dərəcədə asandır. Bəli, bəzən insanlar belə bir fikir irəli sürürlər ki, mənim ödümün daxilindəki daş çıxarılsın, ödüm çıxarılmasın, lakin o problemi də biraz çətinlik törədir. Çünki o daşlar uzun müddət orada qaldıqda ki, sənin daxilində də iltihab törədirlər. Yəni ona görə onun çıxmasının xəstə üçün heç bir deməli problem yaşamır. Çünki xüsusi anastomoz vasitəsilə bəli, 12 barmaq bağırsağa birləşdirilir. Lakin belə insanlar yeməklərinə diqqət etməlidirlər. Az-az və tez-tez yemək lazımdır. Ona görə bu problemi birdən-birə çox yemək olmaz. Öd hissəsi çıxarılmış insanlar. Aydındır. Yəni ona görə əgər müraciət etsələr biz onlara kömək eləyə bilərik. Vaxtında bu problemi aradan qaldıra bilərik. O ki, qaldı aparatlarla, aparatlar haqqında demək istəyirdim. Deməli, Paşa doktor bir fikir irəli sürdü. Yəni, o xüsusi bir müalicə proqramı ilə xəstələr üzərində işləyir. Yəni, o xəstələri mən öz gözümlə görmüşəm. Ağır şəkər xəstələri, insulin 100 vahidə qədər, 80 vahidə qədər insulin vuran xəstələr vardır ki, onlar yəni xüsusi o proqramla, bizim verdiyimiz aparat müalicəsi ilə əlaqədar. Aparat orada göstərilir. Bu bioterapiya aparatıdır. Bu aparatı biz xüsusi olaraq, yerli olaraq qaraciyərin üzərinə və məədaltı vəzin üzərinə qoyuruq. Qaraciyərin üzərinə qoymaqda, yəni o göstərilən üsul başqa üsuldur. Yəni o üsul sinir sistemi xəstəliklərində, hormonal pozğunluqlarda, bəli, orada çox üsullar vardır, yerli üsul vardır, hormonal üsul vardır, sonra günəş kələfinin üzərinə qoyulur, zontlar, onun azotlar, yəni xüsusi metodlar vardır. Orada, yəni hər xəstələrin özünə məxsus metodlar işləyirik. Məsələn, doktorun dediyi, yəni qaraciyərdə piyləmə olan əlamətlərdə biz yerli olaraq həmin nahiyə qaraciyərin üzərinə qoyuruq. Orada qaraciyərin funksiyasını sürətləndirir. Yəni, o qaraciyər piylənmiş qaraciyərdə hüceyrələrin çoxu qeyri-aktiv şəkildədir. Yəni, pasiv formaya keçiblər o hüceyrələr öz funksiyalarını normal yerinə yetirə bilmirlər. Aparatı qoymaqdan məqsəd ondan ibarətdir ki, aparat o hüceyrələri aktivləşdirir və hüceyrələr başlayır öz funksiyalarını normal yerinə yetirməyə. O hüceyrələr normal funksiyasını yerinə yetirdikdə orada yağların parçalanması, digər maddələrin parçalanması yəni sürətlə gedir. Yəni bu proqramla, doktorun proqramı ilə bu aparatı kompleks şəkildə verdikdə əldə edilən nəticə çox yüksək nəticə verir. Yəni o insulini mən özüm gözümlə görmüşəm, xəstələrdə 80 vahid gün ərzində insulinə vuran xəstədə əgər şəkər 250-300-də davam edirsə, o proqramla, aparatla işləyirik biz xəstələrin üzərində. Xəstə artıq 40 vahidə, 50 vahidə qədər düşür və şəkər də yüksəlmir. Şəkər də hardasa 160-170 olur. Yəni proqramı əgər axıra qədər, xəstələr sona qədər çatdırırlarsa, çox yüksək nəticə əldə etmək mümkündür. Yəni bəzi xəstələr insulindən azad olurlar tamamilə. Təşəkkürümü bildirirəm. Vüsalə xanım, qurd xəstəlikləri ilə bağlı buyurun məlumat verin tamaşaçılarımıza. Salam, axşamınız xeyir. Başda Xuraman xanım olmaqla bütün izləyicilərimizi salamlayırıq.
Bugünkü mövzumuz qurd xəstəlikləri haqqındadır. Əsas da bu qurd xəstəlikləri uşaqlarda, böyüklərdə də olur. Böyüklərdən daha çox uşaqlarda olur bu qurd xəstəliyi. Qurd xəstəliyinin əlamətləri başlayır uşaqlarda. Baş ağrısıdır, halsızlıqdır, qarında sancılardır, qəbizlikdir, ishaldır. Bir də gözünüz valideynlərimiz var ki, yəni uşaqları gətirir, deyir, uşaqda deyir, qarnı ağrıyır, ya qəbizdir, ya ishaldır, ya iştahsızdır, yemək yeyə bilmir, immun sistemi zəifdir. Bunlar yəni hamısı bu yaxşı olar ki, yəni valideynlər heç olmasa bir 3 aydan bir uşaqları həkim müayinəsindən keçirsinlər, laboratoriya analizlərindən keçirsinlər ki, bu bilinsin. Çünki sonra bu müalicəni götürmədikcə, getdikcə uşaqlarda daha böyük bir fəsadlara baş verir bu. Qan azlığı olur uşaqda, anemiya olur uşaqda, mədə-altı vəzdə problem olur, qaraciyər iltihabı olur. Bunlar yəni əlamətlərindən də başqa, yəni bunlar bu fəsadlarında baş verir bunlar. Sonra əsasən uşaqlarda bu nədən keçir bu qurd xəstəlikləri? Ləmblə qurdudur, askarta qurdudur. Ən çox uşaqlarda baş verir ki, təmiz meyvəni təmiz yuyulmur, göyərtilidir, təmiz yuyulmur. Sonra uşaqdır, məktəbə gedir, partadır, əlini vurur. Sonra elə uşaqlarımız var ki, ruçkanın başını çeyniyir. Yəni bunlar hamısı bu keçici əlamətləridir bunun. Yəni yaxşı olar ki, yəni uşaqları heç olmasa bir 3 aydan birmi, 4 aydan birmi müayinədən keçirilir. Bu da bizim Milano hospitalımızda xüsusi aparatlarımız var. Xüsusi yəni qurd xəstəliklərini müalicə edən aparatlarımız var. Yəni dəfələrlə xəstələrimiz müraciət edib, yəni çox da yəni təsirini görüblər, effektini görüblər, problemimiz də yaranmayıb. Aydındır, təşəkkürümü bildirirəm. Əslində, əziz valideynlərimiz, baxın, qurd xəstəliyi ilə bağlı həkimimiz söylədi ki, nələrə diqqət etməlisiniz. Ən azından övladlarınızı evdə təlimatlandırmalısınız ki, küçədə, bayırda, məktəbdə nələri etməsinlər, əllərini gün ərzində tez-tez yusunlar. Amma bir valideyn olaraq övladlarınızın qidasına da, sağlam qidalanmasına da mütləq şəkildə fikir verməlisiniz. Məsələn, dadlı, ləzzətli övladlarınız üçün yemək pişirmək istəyirsinizsə, belə deyim də, çox uşaqlı ailələrimiz var. Müasir məkanın bir ət konservisi bəsdir ki, siz bir qazan ləzzətli xörək pişirə bilərsiniz. Yetər ki, siz sifariş verin, yetər ki, siz alın və mən xahiş edirəm, nömrələr də ekranlarımıza gəlsin. Ulduz 1947 sifarişlərinizi verə bilərsiniz. İstər Naxçıvan ət və ət məhsullarının Naxçıvan qovurmaları olsun, istər ət konservləri olsun, istərsə də sosisləri və kalbasaları olsun, nuş olsun hər kəs üçün. Və darıdağ suları haqqında da diqqətinizə məlumat çatdırmaq istəyirəm. Baxın, yenə sağlamlıqdan danışırıq, yenə sağlam həyatdan danışırıq. Süfrələrimizin bəzəyi olsun bu su. Çünki bu su doğrudan da Azərbaycanımıza Tanrı tərəfindən verilmiş bir təbii neymətdir, təbii sərvətimizdir. Naxçıvanın culfasının darıdağ suları müalicəvi əhəmiyyətlidir. Dəfələrlə proqramımızda Paşa Doktor bu haqda sizlərə məlumat verib. Siz də darıdağ sularından istifadə edin ki, həm sağlam qalasınız, həm də Azərbaycanımızın bax bu mineral sularından doya-doya içəsiniz. Və mənim əzizlərim, bu belə deyim də, bu dönəmlər bir belə deyim, oyuncaq mı deyək, spinnerlərə deyək, nə söyləyək onlara? Stres çarxı deyək. Bütün dünyada artıq məşhurdur və mən də öyrəndim ki, mikrofonlardan bir dənəsini zəhmət olmasa verin. Aha, sizdə varmı? Çox yaxşı, çox yaxşı. Deməli, öyrəndim ki, bu çarxların stres çarxıdır bunlar. Bu çarxların ən yaxşılarını da Einstein mağazasından əldə etmək olar. Doktor, xəbəriniz var mı bu çarxlardan? Necə tutmaq lazımdır? Göstərin zəhmət olmasa. Aha. Aha. Neynir bu? Stresimizi mi atır? Stresi arada qaldı. Stresimizi atır, hə? Çox əsəbi olan adamlar üçün. Məsələn, mənim üçün mütləq şəkildə lazımdır. Aha, buna baxın. Bu necədir? Bu da elə. Bu daha yaxşı. Aha, bu daha gözəldir. Dizaynı da gözəldir. Aha. Buna xamilyon deyirlər. Xamilyon gedir adı. Rəngi də gözəldir. Bəli, baxın, bu stres çarxlarından da əldə etmək istəyirsinizsə, qiymətləri də çox münasibdir. Yenə dediyim kimi Einstein mağazasına müraciət edə bilərsiniz. Einstein mağazası Yeni Yasamalda yerləşir. Yeni Yasamalda... Einstein mağazası Yeni Yasamal, Əsəd Əhmədov 10. Bazar Storun yanında.
Aha, belə deyək də, biz deyək ki, Şərur İnşaatın möhtəşəm binalarının birinci mərtəbəsində. Belə desək, daha gözəl olacaq. Və əziz valideynlərimiz, övladlarınız üçün məktəb ləvazimatlarının ən yaxşısını, ən keyfiyyətlisini əldə etmək istəyirsinizsə, çünki sizin övladlarınıza məhz ən keyfiyyətliləri layiqdir. Enişteyn mağazası məktəb ləvazimatlarını, eyni zamanda ofis ləvazimatlarını qardaş Türkiyədən gətirir, Rusiyadan gətirir, hətta sizdə Hindistandan belə gətirirlər. Bəli, Avropa ölkələrindən də bizə məhsullar gəlir, ləvazimatlar gəlir. Demək olar ki, biz əsasən önəm verdiyimiz ilk öncə keyfiyyətdir. Keyfiyyət. Bəli, biz öz balalarımızı düşünürük. Bu, bütün Azərbaycan uşaqları bizim öz övladlarımızdır. Və bunu nəzərə alaraq biz demək olar ki, indi məktəblər bağlanır yaxın vaxtlarda. Bir ay vaxt qalıbdır. Yeni mövsümə çox ciddi hazırlaşırıq və bu hazırlığın nəticəsi olaraq bütün valideynləri biz Enişteyn mağazalarına dəvət edirik. Orada istədikləri formada, istədikləri zövqə uyğun məhsullar, demək olar ki, büdcələrinə uyğun məhsullar əldə edə biləcəklər. Hər kəsin cibinə uyğun, yaxşı keyfiyyətli məhsullar əldə edə biləcəklər. Rəşad müəllim, deyək ki, bir valideyn gələcək, deyəcək, çıxış yolunun adından gəlmişəm. Ona nə edəcəksiniz? Onda ona xüsusi bir endirim olacaqdır. Çünki Milana Hospitala çıxış yolunun adından gedənlərə bilirsiniz necə endirimlər var? Çox gözəl, biz də elə eyni qayda bizdə də tətbiq eləyərik. Çox gözəl. Təşəkkür edirəm. Milana Hospitalın bütün həkimlərinə dərin təşəkkürümü bildirirəm. Xüsusilə Xuraman xanım sizə. Tamaşaçılarımız bu sir deyil. Bilirlər ki, qışdan üzü bu yana biz yüzlərlə xəstə göndərmişik Milana Hospitala və Milana Hospitalda bu xəstələr pulsuz, ödənişsiz müxtəlif müayinələrdən keçiblər. Mən buna görə sizin hamınıza dərin təşəkkürümü bildirirəm. Doktor, şəkər xəstəliyi ilə bağlı yenidən davam edək mi? Buyurun. Təşəkkür edirəm. Ona görə istərdim ki, bununla davam edək. Çünki vurğulamaq istədiyim bir fikir ondan ibarət idi ki, həkimlər yaxşı bilir ki, qaraciyər yağlanması ümumiyyətlə çox başarılı, çox uzun aylar davam edən insanlar var, bizi dinləyən insanlar var ki, mənimlə razılaşacaqlar ki, uzun illər boyu qaraciyər yağlanmasından əziyyət çəkirəm deyir. Qaraciyər yağlanması artıq bir dənə bir fəlakət simvolu kimi insanlardan əl çəkmir, necə ki, yapışdı məsələni çəkmir. Bizim şəkərli diabet xəstələrində bəs necə olur ki, məsələn, belə gözəl effektlər ala bilirik dediyimizin arxasında bunlar dururlar. Məsələn, kifayət dərəcədə xəstələrimiz var ki, sayılı xəstələrimiz var ki, 3-cü dərəcəli yağlanması vəziyyətində olan qaraciyər yağlanmasının 5-6 həftə içərisində 3-cü dərəcədən 2-ci dərəcəyə düşməsi bir yana qalsın, 2-dən 1-ci dərəcəyə yenmək xəstələrimiz var. Baxın, 2 il, 3 il, 5 il deyil. 2 həftə, 3-4 həftə ərzində, 5 həftə ərzində. Və çox adamda buna, bu çox adama inandırıcı gəlmir. Belə ola bilərmi? Həqiqətən də. Çünki qaraciyər orqan, elə bir orqandır ki, vücudumuzun ən böyük bir vəzidir, vəzi sayılır və həm də vücudumuzun bir laboratoriyası demək olar ona. 70-dən çox funksiyası var. Və bu funksiyalardan da biri vücudumuzdakı şəkər balansında, glikogen mübadiləsində böyük aparatif rol oynayan bir orqandır. Bu orqanın da yağdan təmizlənməsi şəkərli diabet xəstələrimizin bizim proqramımız var. Vəfa xanım dediyi kimi. O proqramın bir tərkib hissələrindən biri olaraq biz o aparaturalar dediyimiz kimi onlar da bizim proqramımızın bir tərkib hissəsi olaraq ortadadır və bizim aldığımız nəticələrin şəkərli diabetlərdən sonuç olaraq mən deyirəm yəni. Şəkərli diabet xəstələrində aldığımız o gözəl sonuçların alınmasında o tərkib hissənin, proqramın tərkib hissələrindən biri olaraq bu aparaturalardan istifadə etdiyimizi vurğuladıq biz biraz bundan öncə. Baxın, təbii ki, bizim bu aparaturalar mənə elə gəlir ki, başqa heç bir klinikada yoxdur. Mən bildiyimə belədir. Amma ola bilsin də ki, olsun. Biz məlumat əldə etmişik. Həqiqətən başqa klinikalarda olmayan, ümumiyyətlə Azərbaycanda olmayan aparatlardır ki, məhz Milana Hospitaldadır. Yəni bunu belə tam açıqlığı ilə söyləyə bilərsiniz. Baxın, mən indi onu vurğuladım.
dedim ama bir varyant koyuyorum. Tutalım da ki var. Hər hansı bir klinikada tabii ki yoktu da ama tutalım da ki var. Ama o aparatın özlüğünde o şekerli diyabet xəstələrini aşağı salmır. O proqramın tərkib hissəsi olduğu zaman o aparatura şekerli diyabet xəstələrimizdə İstifadə qaydasıdır. O aparatdan yerində, vaxtında, lazımı həddə istifadə etmək məsələsi. Yəni hara qoyacaqsın? Mütəxəssis. Yəni hara qoyacaqsın o aparaturanı o proqramın hansı bir hissəsində ki, o şəkərli diyabeti olan insanların insulin səviyyəsi aşağı gedir. Yəni baxın, vücudumuzda insulin direnci yuxarı olan insanlarda şəkərli diyabet ikinci tiplərdə insulin çox yüksək olur. Nədən yüksək olur? Çünki hüceyrələrimizdə insulin direnci yüksək olduğundan səbəbdir ki, qan şəkəri yüksəyə qalxır. O insanlarda bəzən yanlış təsəvvür var ki, insulin yetməməzliyi var, onun səbəbdən də insulin vurulur falan, elə deyil. Səndən məndən normal insanlarda, şəkərli diyabeti olan insanlardan daha çox yüksəkdə olur. Və bu onun göstəricisidir ki, bu insanlarda insulin direnci mövcuddur. Baxın, biz bu proqramımızın içərisində bu Vəfa xanımın rəhbərlik elədiyi o laboratoriyada, daha doğrusu o aparaturaların tətbiqi zamanı o tətbiq olunma nəticəsində baxın, insulin direnci insanlarda aşağı getməyə başlayır. O səbəbdəndir ki, təkrar kontrol analizlərimizdə insulin, məsələn, baxsan ki, 8, 10, 5 vahid acqarına səhər-səhər insulin olmalı ikən, baxsan ki, 25, 30, 35 səviyyələrində o insanlarda 2 həftə, 3 həftə, 5 həftə, yəni kontrolünü yoxladığımız zaman o insanlarda şəkər insulin səviyyəsi qanda 12-yə, 10-a yenmiş olur. Və bunun nəyin isbatıdır? Yəni vücudumuzdakı insulin direncinin aşağı getməsinin isbatıdır. Nəticədə insanlarda şəkər səviyyəsi aşağı getməyə başlayır. Nəticədə o insanlar aldığı insulinlərin dozasını aşağı çəkirik və Vəfa xanımın biraz bundan öncə dediyi kimi insanlarımız var, kifayət dərəcədə insanlarımız var ki, insulin asıllığından, yəni qəbul olunmuş yəni yeni insulin inyeksiya formasında o insanları insulindən artıq azad etmiş oluruq. Və o insanların insulin qəbul edə şəkəri 250, 300, 500'e qalxan insanlarımız bu günləri insulin almadan şəkər səviyyəsi 120, 130, 140 səviyyələrində olur. Buna görə də Vəfa xanıma biraz bundan öncə sözü demişdim, atmışdım amma biraz fasilə oldu. Həqiqətən də özü də görür, özü də bu işin bir parçası olaraq Milano Hospitalda biz bunları yürüdürük ki, bunu da buradan belə vurğuluyum. Başqa bir klinika var mı? İddia edir mi? Biz hazırıq. 5 şəkərli diyabet xəstələri, 5 qan təhlillərindən sonra insulin direncinin yüksək olduğu xəstələri onlar götürsün, qoysunlar çıxış yolunda. 5 insanda biz bu 4-5 həftədən sonra həm qaraciyər funksiyalarının göstəricilərini, həm qaraciyərin təbii ki, baxın, bu günləri Vəfa xanım Allahın şahidi, bir də 10 gün içərisində mən deməyəcəm, bax mən sizə deyirəm, 5 kilo, desin 5 kilo öz çəkindən aşağı gedən adam oldu mu? Oldu. Bu yaşlı bir qadın. Yəni, siz buradan belə deyim də, siz buradan artıq mesaj verdiniz. Mesaj verdim mən. Mən sizin mesajınıza qoşuluram. Deyək ki, digər klinikalara Paşa doktor buradan bir mesaj verdi. Deyək ki, 5 xəstəni siz götürürsünüz, şəkərli diyabet xəstələri. 5 xəstəni də Milano Hospital götürür, öz, belə deyəm də, müalicə üsulu ilə. Sözsüz ki, hər klinika öz bildiyi müalicə üsulundan istifadə edəcək və sonuc açıqlansın çıxış yolunda. Yəni, hətta xəstələrimizi dəvət eləyə bilərik biz bura. Ki, mən keçən dəvə dəvət etmişdim, orada oturmuşdu bir xəstəmiz. Bugün başqa bir xəstəmiz vardı. Siz gördünüz, gəlmişdi, dediniz bir neçə, 5-6 həftəlik bir xəstəmizdir. Baxın, bugün o adam insulin qəbul etmir, tabletka qəbul etmir, şəkəri də normal. Mən onun gələn dəfə istərsiniz, mən onun xəstəlik tarixini də göstərərəm. Amma çox təəssüf olsun ki, yoldaşı icazə versə də bizim evimizə dəvət etdim, gəlmək istəmədi. Yəni, olmazsa o xəstəxanalar deyirəm, qaraciyər yağlanmasından deyirsə, qaraciyər yağlanmasının yarışına girərik. Şəkərli diyabet səviyyəsindən, xəstəliyin şəkərin səviyyəsini yendirməkdən deyirsə, o sayədə girərik. Milano Hospital Azərbaycan birincisi olacaq, sözsüz. Əla, Milano Hospital alqışlar. Video çarklarımız var, davam edəcəyik.
davam edirik. Mənim əzizlərim, bu arada xanımların nəzərinə çatdırmaq istəyirəm ki, gözəlliyinizə bir çəki düzən vermək istəyirsinizsə, Nur Studiyaya müraciət edə bilərsiniz. Vizajist, stilist, Xəyalə xanım hər zaman sizin yolunuzu gözləyir. Xəyalə xanım, buradan sizi salamlayıram. Bu studiyada çalışan Könül xanımı, Sevinç xanımı, Gülər xanımı, orada mənim gözəl bir qızım var, Sonalı qızımı. Hər səhər ki, mən bu Nur Studiyonun qapısından içəri girirəm. İlk sözü bu olur. Nurani xanım, çay içib gəlmişsiniz, yoxsa yox? Deyirəm, yox qızım, sənin dəmlədiyin çaydan içəcəm. Öpürəm sizin hər birinizi, bağrıma basıram və Nur Studio 50% endirimlərlə işləməyə başlayıb, xüsusilə gəlinlərimizə. Əgər siz Nur Studioya gedib, çıxış yolunun adından gəlmişəm söyləyəcəksinizsə, əgər gəlin üçün bəzənməyinizi istəyəcəksinizsə, sizə Xəyalə xanım 50% endirimlər edəcək. Təşəkkürlərimi bildirirəm Xəyalə xanıma. Buyurun Ceyhunə xanım, eşitmədim sizi. Davam edəcəyik mənim əzizlərim. Bu arada Doktor Ruslan, sizə çoxlu sayda suallar gəlib. Yenə bax, sonsuzluqla bağlı, kişi sonsuzluğu ilə bağlı suallar gəlib. Daha sonra kişilərdə prostatit cinsi zəifliklə bağlı suallar gəlib. Hansını cavablandırmaq istəyirsiniz? Fərqi yoxdur, arasında başlayaq. Buyurun, kişilərlə bağlı olan suallarınızı cavablandıraq. Kişilərlə bağlı sualda kişi sonsuzluğu, prostatit, cinsi zəiflik. Kişi sonsuzluğu biz həmişə demişik, sonsuzluqlar içərisində %30%-ni təşkil edən sonsuzluqlardır. Burada ən böyük səbəblərdən biri kişilərin qaçıb gizlənməsidir. Həkimi getmələri, problemləri qadınların üzərinə atmaları və bunun narahat olmalarıdır ki, bunlar içərisində ən böyük məsələlərdən biri, kişilərdə sonsuzluğun yaranma səbəblərindən biri, anadan gəlmə səbəblər var, sonradan qazanmış xəstəliklər var, bir də bundan başqa infeksiyon xəstəliklər var, hormonal xəstəliklər. Bunları araşdırmaq lazımdır ki, hansı səbəbdən bugün kişilərdə bu problem var ki, o sonsuzluq müşahidə olunur. Əfsuslar olsun ki, bu vaxtın düzgün araşdırılmır və bu aralar daha çox nələr gəlir bilirsiniz. Hamiləlik baş verib 3 ay, 4 aydan sonra düşükdə daha çox müraciət edir bu xəstələr. Daha çox artmağa başlayıblar. Hamiləlik baş verir, birinci dəfə 3 aydan sonra xanımda düşük olur. İkinci hamiləlikdə yenə də ikinci, üçüncü dəfə düşüklər olur. Bu bağlı insanlar daha çox narahat olur. Bu da xanımları stresə soxur, bəyləri stresə soxur və ailələr arasında söz-söhbəti yaranması gətirib çıxara bilir. Axtarırlar, səbəblərini tapa bilmirlər. Sözsüz ki, çox əziyyət çəkilir bundan bağlı. Və bütün bu halların baş verməsi üçün də oradan da bizə bugün o həmən xəstəliklərin yaranma səbəbdən araşdırmaq üçün xüsusi testlərimiz, xüsusi aparatlarımız var ki, onları biz əvvəlcədən ayırt edirik ki, gələcəkdə bu uşaq hamiləlik vaxtına qədər gedə biləcək və yaxud da yox, bunu tapırıq. Gəldik, sonsuzluğun digər səbəbləri çoxdur. Spermada olan azospermiyalar, oligospermi və yaxud da nekrospermi, hematospermi. Bu spermanın özündə olan dəyişikliklərdir ki, ən çox da bugün oligospermi daha çox yayılıb ki, yəni sperm mayəsində yetəri qədər toxumun olmaması daha çox üstünlük təşkil edir bugün kişilərdə. Bunun səbəbləri ki, birinci səbəb infeksiyon səbəbləri ola bilər, ikinci səbəb hormonal səbəb ola bilər, varikasiyalı buna səbəb ola bilər, həmən insanlarda zərərli vərdişlərin özü buna səbəb ola bilər, köklük buna səbəb ola bilər, qəbul etdiyi içki və yaxud zərərli vərdişlər buna səbəb ola bilər. Səbəblər çoxdur. Bundan başqa kişi sonsuzluqları içərisində ən böyük yanmış problemlərdən biri, mən yenə bayaqdım, varikasiyalı xəstəliyidir ki, varikasiyalı xəstəliyi kişilərdə toxum çıxarıcı bu xaya damarların, venalarının əmələ gələn bir problemdir ki, çox böyük ağır fəsadlar yaradır insanlarda və yeganə yolu mikroskopik əməliyyatdır ki, bu xəstəliyin yolu. Bizim hospitalımızda bu əməliyyat icra olunur. 15 dəqiqədən sonra xəstə laparoskopik olaraq icra olunur həmən xəstələrdə. 15 dəqiqədən sonra durur, gəzə bilər, hərəkət edə bilər, həmən gündə evə çıxıb gedə bilər. Yəni bizim etdiyimiz əməliyyatların bir üstünlüdür ki, yenidən əməliyyat gəlmə riskini biz azaldırıq, sıfıra indiririk həmən xəstələrdə və xəstə qısa müddətdən sonra həmən sperm faizini əldə etmiş olur. Gəldik sperm aparatının analizatorlarına, yəni spermin özünün çəkilməsinə və düzgün cavab verilməsində bizdə orada insan əli toxunmur, xüsusi aparatlar vasitəsilə çəkilir analizlərimiz. Bəzən görürsən ki, yazırlar ki, 150 milyon, 200 milyon xəstənin spermi var, amma əslində qalsa baxırsa da oradan bu bir yanlış məlumat sözsüz ki, yəni bir 200 milyon, hələ ki mən belə deyək də 6 ildir sırf bu sahədə çalışıram və belə deyək 200 milyon sperm olan bir gənc bir yaxud bir kişi görməmişəm. Açıq desək ki, 1 millilitrdə bəzən belə yanlış məlumatlar yazırlar sözsüz ki. Bundan başqa infeksiyaların araşdırılması və infeksiyaların müalicəsində çox böyük belə deyək də bir irəliləyişimiz var ki, biz infeksiyon xəstəlikləri sırf xüsusi yollarla istər onun əkilməsini, istərsə onun belə deyək də digər müayinəni araşdırırıq və ona həssas olaraq yanaşırıq həmən xəstələrə və dərman az vermək, dərmansız olaraq bunları ortadan qaldırırıq. Sırf aparatların köməyi ilə hormonal balans varsa,
hormonal bazı Tafa xan bayaqdır xüsusi aparatları vasitəsilə kömək edərək xəstədə qısa müddət ərzində bilirsiniz ki, hormonal gec reaksiya verir həmən müalicəyə, amma aparatlar vasitəsilə 10 gün ərzində hormon disbalans ortadan götürürük. Və bir şey demək istəyirəm, axırı son sözüm budur ki, bugün doğrudan da sonsuz olan bir cütlük qalmır. Açıq söyləyeyim, sözsüz ki, hətta belə deyək, bugün dünyada cell transplantation deyilən bir usul var ki, hüceyrə köçürməsi var ki, həmən hətta azospermiya olan xəstəyə həyatında sperma olmayan, hüceyrələr olmayan xəstələrə belə hüceyrə köçürtməklə həmən insanlarda sonsuzluq problemi ortadan qaldırmış oluruq. Yetər ki, xəstələr vaxtında həkimə getsinlər və düzgün həkimə getsinlər, vaxtında araşdırsınlar dərdlərini və düzgün müalicə olsunlar. Təşəkkür edirəm, hamıya sağlamlıq arzu edirəm. Xəstələnməsinlər, sağlam olsunlar. Təşəkkür edirəm sizə də. Mən sizə təşəkkürümü bildirirəm və bizimlə çalışan saytlara buradan dərin təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə Ölkə Az saytına, azpress.az saytına hər zaman bizimlə bərabərdilər və Best FM radiosuna buradan Aqil bəyi də salamlayıram. Sizin son olaraq sözünüz var. Buyurun Vəfa xanım. Ruslan doktor burada kişi sonsuzluğuyla bağlı problemlər dedi. İstəyərdim bir neçə cümlədə qadın sonsuzluğuyla bağlı. Yəni onların bizim hospital daxilində müalicəsindən danışım. Yəni onların da səbəbləri kişilərdə olan sonsuzluğun səbəbləri kimi qadınlarda da sonsuzluq səbəbləri müxtəlifdir. Burada cinsi infeksiyalar rol oynayır. Sonra yumurtaqlarda folikulun normal yetişməməsi rol oynayır. Sonra folikulların yetişməməsi, yumurtaqların ölçüsü, yəni uşaqlığın ölçüsü, yəni çox səbəblər var burada ki, həmin proseslər sonsuzluğun yaranmasına gətirib çıxarır. Təşəkkür edirik. Lakin bu günləri təşəkkür edirəm sizə. Proqramımızın sonuna gəldik çatdı. Yox, dedim 30 saniyəmiz var. Təşəkkür edirəm.